Salam əleyküm, xeyir olsun yoldaşlar, hepiniz xoş gəldik. Bugün sizlərlə vəsaitimizin 8-ci nəşrində, yəni Yaşam Azərbaycan dilinin 8-ci nəşrində olan sınaqdan 4-cü sınağına baxmış olacaq. Görək bu sınaqda bizə nə suallar var, hansıların cavablarına nəyə diqqət etmək lazımdır. Başlayaq birinci sualına. Deyir ki, sənin toy sevincin özün üçündürsə, bizim sevincimiz sənin üçündür. Morfoloji təhlillə aid olmayan fikirləri seçmək lazımdır. İyəlik halda olan bir isim işlənmişdir. Baxırıq ki, burada iyəlik halda olan toy sözü var. Toy sevinci, toyun sevinci mənasını ifadə eləmiş olur və qeyri-müəyyən yiyəlik haldadır. Ona görə bunu nəzərə alıram. Bir isimdir bu. Daha sonra sənin toy sevincin özün üçündürsə, bizim sevincimiz sənin üçündür. Burada verilən nümunələrdə səndir, bizdir, eləcə də buradakı sən nümunələrin hər biri artıq yiyəlik halda olan isim yox, yiyəlik halda olan əvəzlidir. Ona görə bunları atırıq kənara. Bir isim işlənmişdir, bu doğru fikirdir. Mənsubə şəkilçili sözlərdən ikisi isimdir. Baxsaz, sevinc sözləri var. Mənsubə şəkilçili sözlərdir və isimdir. Öz isə əvəzlidir. Əvəzliklərdən biri sifətə əvəz eləmişdir. Yanlışdır. Burada sifətə əvəz edən əvəzlik yoxdur. Hər birində isim aid olan əlaməti görürsən, demək ki, ismə əvəz ediblər. Əşyanı ümumi şəkildə ifadə edən əvəzlik təyin əvəzliyidir. Burada isə təyin əvəzlik işlənib. Sözlərdən üçü quruluşda düzəltmədir. Bu nümunədə sadəcə sevinc sözləri, sevinməkdən sevinc düzəltmədir. Başqa da düzəltmə sözünüz yoxdur. Ona görə cavab olur E. 2. Sözün təhlillə bağlı hansı fikirlər uyğunluğu ödəyir? Bu söz feildən düzələn zərfi ola bilər, vurğu sona düşür. Həmçinin feili bağlama ola bilər, vurğu ikinci hecaya düşür. Vurğuya görə başlanğıc forması fərqlənir, bu doğru bir fikirdir. Zərf olsa vurğu sondadır, başlanğıcı çaparaq, feil olsa vurğu ikinci hecadadır, başlanğıcı çap sözü olur. Başlanğıc formada deyil, bu ehtimaldır. Çünki ola da bilir, olmaya da bilir. Kar samitlər cingiti samitlərdən sayca çoxdur. Çaparaq şəklində tələffüz edirik. Baxsaz, kar samitlər cingiti samitlərdən çoxdur. Bu ehtimal yox, doğru bir fikirdir. Atdım kənara, getdim bunu. Sonra tərkibindəki şəkilçi quruluşunu dəyişib. Bu ehtimaldır. Araq feili bağlama şəkilsi və zərf düzəldən şəkilsi kimi iki cür yanaşa bilirik. Feili bağlama şəkilsi olanda qrammatikli quruluşu dəyişmir. Zərf düzəldən şəkilsi olanda leksikli quruluşu dəyişir. Cümlədə zərfliyin ifadə vasitəsi isə quruluşca sadə ola bilməz, səhvdir. Feili bağlama kimi sadə ola bilir. İnkar şəkilsi qəbul etsə köklə başlanğıc forması fərqlənir, xeyr. Çünki inkar şəkilsi qəbul etsə feili bağlamadır. Feili bağlama olanda sadədir, köklə başlanğıc forma eyni qalır. Üçüncü sual. Nümunənin təliminə əsasən klassları tamamlayaq. Yerlik halda isim işlənmişdir. Baxsaq, yerlik halda isim varmı? Bəli, meydanda sözü. Bu doğrudur. Demək ki, biz də doğru fikirləri axtarmalıyıq. Birinci misalda zərf, feil, isim işlənmişdir. Dərd eləmək mürəkkəb feildir. Döyüşmək düzəltmə feildir. Təkbətəkdə mürəkkəb zərfdir. Yəni, birinci misalda zərflə feil var, lakin isim yoxdur. Mürəkkəb sözün tərkib hissəsi parçalanmır. İkinci misalda leksik mənası olmayan söz işlənmişdir. Meydanda tək mənəm, ondur qocalıq. Meydanda yalnız mənəm, qocalıq ondur mənasındadır. Bu mənanı verirmi? Xeyr. Sən burada cümlənin şeiri mənasına baxsan, tək sözü burada əsas nexus kimi işlənmişdir. Meydanda bir dənə olan mənəm, yəni yeganə olan mənəm, qocalıq isə 10 dənədir. Oradakı tək ədat mənasını ifadə eləmiş olmur. Ona görə bu yanlışdır. Düzəltmə feildə bir leksik, iki qrammatik şəkildə işlənmişdir. Düzəltmə feilimiz döymək, döyüşmək, döyüşsə, döyüşsək. Bir leksik, iki qrammatik doğru. Təsvirlənən feillərdən biri qeyri-qəti gələcək zamandadır. Dərd eləməzdim. Fikir versən, inkardadır. Rızı əvəzlənməsi baş verirdi və qeyri-qəti gələcək zamandadır. 3 ilə 4 doğru cavabdır. 4. Yarğan, yaradılış, yaralı və yaraş sözləri. Təhlil aid olan sözlər istəyir. Burada eyni kökü sözlər deyil. Yarmaqdan yarğan, yaratmaq, yaradıl, yaradılış, yarmaq, yara, yaralı və yaramaqdan da yaraşma şəklində olan sözlərdir. Sözlərin ikisinin kökü yaramaq feilidir. Xeyr, sadəcə birinin kökü yaramaq feilidir. Sözlərdən yalnız ikisi feildən düzəlmişdir. Yarğan sözü, yaradılış sözü və yaraş sözü. 3 dənəsi feildən düzəlib. Yarış sadə sözdür, heç biri yarışla eyni köklü deyil. Sözlərdən üçünün kökü isimlə amonimdir. Bəli, bunun kökü amonim deyil. Bunun kökü yarmaq feili, eləcə də bunun kökü yarmaq feili. Yar ismi ilə bunun kökü yaramaq feili də yara ismi ilə amonim olmuş olur. Cümlələrin birində zərf təmyizi xarakter daşıyır, lakin cümlə özü deyil. Adı verilən nümunədə zərf deyil. Yuxarıdakı sözü zərfdən düzələn sifətdir. B-də verilən nümunə aşağı sözü, məhəllə sözünü izah edir, təyin edir. Amma bilirsinizmi? Kim? Siz? Nəyi? Aşağı məhəllədə olanları. Feil sifət tərkibində getdiyinə görə müstəqil şəkildə cümlə özü rolunda deyil.
B-də verilən nümunədə aşağıdakı zəbdən düzələn sözdür. D-da verilən nümunədə kəndin kənarında, hansı kəndin? Yuxarı kəndin. Yuxarı burada təyindir. E-də verilən nümunədə də ki, təyinici xarakter məsələsi yoxdur zərflərdə. 6. Nümunədəki isimlərin təhlilinə aid olmayan fikri seçmək lazımdır. İsimlərin hamısı adlı haldadır. Dağlar mənim dağımdır. Qəm mənim oylağımdır. Dindirmə qan ağlaram. Qan ağlamaq frazemdir. Frazemin tərkibi isə parçalamır. Yaman çağımdır mənim. Mənim yaman çağımdır şəklində. İsimlərin hamısı adlı haldadır. Bəli. Burada diqqət eləsəz, qəm sözü qeyri-müəyyən yərik halda deyil. Qəmin oylağı deyil nümunə. Üniversitədən çıxardırsan, deyir ki, dağlar mənim dağımdır. Qəm isə mənim oylağımdır, gəzdiyim yerdir. Davamlı qəmin, dərdin içindəyəm. Şeirin məzmununa görə onu biz qeyri-müəyyən yərik halda düşünə bilmirik. Fərqləndirilən isim yərik haldadır, səhvdir. İsimlərdən hamısı quruluşca sadədir. İsimlər olaraq bəli, hamısı quruluşca sadədir. Təsiri yalda olan isim işlənməmişdir, düz deyir. Qan ağlamaq frazemdir. Frazemin tərkibinin parçalamaq olmaz, həmin o ad hissəsi deyək də. Amonim olan isim işlənmişdir. Bəli, dağ sözü amonimli olan isimdir. Daha sonra fərqləndirilmiş sözə əsasən doğru fikri müəyyən, daha doğrusu doğru fikirləri müəyyənləşdirmək lazımdır. Aha. Bizə burada fərqləndirilən sözümüz sarılmaq sözüdür. Sarılmaq sözünün ifadə etdiyi mənanın ilkin və məcazi mənasını burada tapmaq lazımdır. Demək olar ki, ən çox səhv edilən sual olubdur və ən çox da verilən sual olubdur. Niyə? Çünki sözün mənasının gündəlik həyatımızda etdiyimiz bəzi davranışlar və yaxud da ki, etdiyimiz, danışdığımız ifadələri ki var, o qədər adamın həyatında normallaşır ki, həmin sözün ilkin mənası sadəcə beynində canlanmış olur. Və lüğətlə təbii ki, problem orasındadır ki, bizim hazırlaşanlarımızın çoxun lüğətə baxmaq kimi bir fobiyası var, lüğətlə işləmək kimi bir problemləri var, lüğətə baxmağa ərinirlər. Axtarmadıqlarına görə də mən belə düşünürəm ifadəsində qalırlar və gedib də adətən səhv eləmiş olurlar. Sarılmaq sözünün ilkin ifadə etdiyi məna nədir? Hər hansı bir şeyin ətrafına, dövrəsinə dolanmaq bu mənanı ifadə eləmiş olur. Amma sarılmaq kimlənsə qucaqlaşmaq mənasını verirsə, bir-birini qucaqlamaq mənasını verirsə, bu həmin sözün məcazi mənasıdır. Yəni sarılmaq sözü həmin vəziyyətdə çox mənalı tərəfini göstərmiş olur. Eynən bu nümunədə olduğu kimi. Sizin öyrənən vaxtınızda kitaba möhkəm-möhkəm sarılın. Buradakı sarılmaq sözü yenə məcazi mənadadır. Nədənsə bərk yapışmaq, hansısa bir işə girişmək mənasındadır da. Amma buradakı sarılmaqla buradakı sarılmaq eyni məzmunda deyil. Biri qucaqlaşmaq mənasındadır. Biri də nəyəsə böyük həvəslə, şövqlə girişmək mənasındadır. Demək ki, hər ikisi məcazi mənadadır. Amma eyni məzmunu ifadə eləmiş olmurlar. Bir də verilən fikir doğrudur. Dönərlərin hamısını kağıza sarıyaraq evə göndərdi. Buradakı dövrələmək, bükmək mənasını ifadə eləmiş olur və ikisi də həqiqi mənalıdır deyəmirsən. Çünki buradakı sarılmaq, mətndəki sarılmaq məcazi mənadadır. Məcazi mənalı feildir. Cümlədəki məzmunu qorumaqla qucaqlayaraq sözün əvəz oluna bilər. Çox rahat şəkildə onu qucaqlayaraq üzr diləyir. İçindəki son ümidə sarılıb üst tutdu ənginliklərə. Cümləsindəki fərqləndirilən söz kimi həqiqi mənadadır. Təbii ki, yanlışdır. Çünki buradakı sarılmaq məcazidir, həqiqi deyil. Cavab olar 1 və 3-də verilən fikirlərimiz. 8. Bunun cavabının üzərində gedib. Nümunənin təhlilinə aid olan fikir istəyir. Birinci misalda zaman zərfi işlənmişdir. Yayın bürküsündə, qışın qarında. Baxın, bəzən nümunə daxilində nə zaman sualı verib, zərflə sizi aldatmağa çalışırlar. Aldanmayın. Ümumiyyətcə, hər hansısa bir söz, niksiyası tapılarkən sual əsasına tapırsınızsa, səhv eləmək, necə deyim, qaçılmazdır. Çünki hər halda o testi yazan, o sınağı hazırlayan da bilir ki, sən burada sual verəcəksən. O sualından özünü yandıracaqsan. O da sənin o boşluğundan istifadə edir və testə gətirir. Normal olaraq sən səhv eləmiş olursan. Yəni, məqsədli şəkildə qurulan plana, hiliyə aldanırsan. Hər hansısa bir bölmənin, hər hansısa bir başlığın tərifi, sualı onun ilkin, əsas və ümumi cəhətini müəyyənləşdirmiş olur. Sən hər zaman tərifdən yola çıxaraq doğru yola çata bilməzsən. Sualdan yola çıxaraq doğru yola çata bilməzsən. Hələ Azərbaycan dili işləyirsənsə. Birinci misalda zaman zərfi işlənmişdir, yanlışdır. Yay və bürkü heç bir zərf deyil, qış və qar heç bir zərf deyil. Yenə deyirəm, nə zaman sualı verməyin, onun sintaktik sualıdır. Cümlə üzv olaraq nə zaman sualı versən, o zərfli kimi işlənmiş olur. Hamının qisməti bir olmur. Nə vaxt yayın bürküsündə, qışın qarında. O sual zərfliyin sualıdır, zərfin sualı deyil. İsimlərdən biri mənsubiyyət şəklisi qəbul etdiyi üçün kökdəki sahitini itirmişdir. Ömür sözü mənsubiyyət yox, hal qəbul edib. Ömrün dolayları. Hala görə düşməsi var. Sual əvəzliyi ilə amonim olan qeyri-müəyyən əvəzlik var. Kimi qeyri-müəyyən əvəzliyi sual əvəzliyi ilə amonim deyil. Çünki başlanğıc formaları fərqlənir. Bu kimi qoşması ilə amonimdir. Birinci misalda yəlik halı isimlər amonimdir. Düzdür, yay sözü amonimdir. Yaymaq feili var, yay ismi var, amma qış amonim deyil.
Quruca düzəltmə olan əvəzlik işlənmişdir. Düz deyir. Kimi sözünə əsasən nəzərə ala bilərsiniz. Burada düzəltmə əvəzliyimiz var. 9. Verilən xüsusiyyətləri özünə daşıyan say hansı cümlədədir? Numerativ sözlə işlənə bilir, izah etdiyi isim cəmdə işlənmir və neçə sualına cavab verə bilmir. A-da verilən fikri çıxardırsan. Xeyli sözü numerativlə işlənə bilmir. Daha sonra B-də verilən nümunə bizim şərtimizi ödəyə bilərmi? Ödəyə bilər. Çünki bir neçə numerativlə işlənə bilir. Bir neçə nəfər adam. Neçə sualına cavab vermir. Bunun tərkibindəki neçə ilə səni aldadır? Aldanma. Nə qədər sualına cavab verməlidir? Neçə sualına cavab vermək üçün say rəqəm məzmunlu olmalıdır. Və numerativlə də işlənə bilir dedi. İzah etdiyi isimdə cəmdə işləmir. İzah etdiyi söz təkdə tələb edilmiş olur bu. 5-6 sözü neçə sualına cavab verə bilir? Çünki bax, rəqəm məzmunudur. D-də verilən nümunədə bir sıra var, numerativlə işlənmir. E-də də ki, çox söz var, numerativlə işlənmir. 11. Hal şəkilsi ilə işlənə bilən, lakin bütün məqamlarda hal şəkilsi birbaşa söz kökünə qoşulmayan sözlər istəyir. Həmin əvəzliyini buradan çıxarda bilərsən. Həmin ümumiyyətlə hal şəkilsinə işlənmir. Çünki bu söz ismə vəzədə bilmir. İlkin vəziyyətində bu söz sifətə vəz edilmiş olur. Yəni hər hansı bir forma dəyişərək ismə vəz etməsi yoxdur bu sözün. Bunu çıxartan qırağa getdi. Ora sözü hal şəklinə işlənə bilir və birbaşa söz kökünə qoşa bilirsən. Ora da şəklində işlədə biləcəksən. Sonra öz əvəzliyi birinci mənsubiyyət sonra hal qəbul edir. Bəzi əvəzliyi birinci mənsubiyyət sonra hal qəbul edir. Ona görə cavab olur 1 ilə 3. 4-ü də atacaqsan çünki talidən hal qoşa bilirsən. 11. Aşağıdakı cümlələrə əsasən cədvəldən uyğun fikirlər tapmaq lazımdır. Xəbər şəklində olan feil işləndiyi şəxsdə şəxs sonluğu ilə işlənmir. Baxaq, burada düşündürdü sözü var, burada da səpələnir sözü var. Hər ikisi üçüncü şəxsin təkindədir, indiki zamandadır, düzdürmü? Xeyr, birinci indiki zamanda deyil. Düşünmək, düşündürmək, d, şudi keçmişdədir. Amma ikinci indiki zamandadır. Buradakı d hissəcidir. Və üçüncü şəxsin təkində bunların heç birində hər hansı bir şəxs sonluğu işlənmir. Doğru. Eyni suala cavab versə də morfoloji aidliyi fərqlənən sözlər işlənmişdir. Morfoloji aidlik yəni nik səsi cəhətdən fərqlənən sözlər istəyir bizdən. Sən burada baxırsan ki, şiddətlə sözü var, soyuq sözü var. Hər ikisi necə sualına cavab verir. Amma biri sifətli, biri zərfdir. Birinci verilən nümunədə qayıqdakı və sonuncu hər ikisi hansı sualına cavab verə bilir. Amma biri saydı, biri isə sifətdir. Demək ortaq cəhətdir. Müstəqil şəkildə cümlə özünün ifadə vasitəsi olan sözlər eyni quruluşdadır. Baxaq. Nə etdi? Düşündürdü. Nə? Döyüşçünün atışı, qayıqdakı təyin, kimi qızcığazı bu da tamamlıqdır. Səpələnirdi. Nə? Qar, harada? Ətrafda. Nə zaman? Soyuq insanları qılınc kimi kəsdikcə. Necə nətərzdə? Şiddətlə. Müstəqil şəkildə cümlə özünün ifadə vasitəsi olan sözlər eyni quruluşdadır. Birinci verilən nümunədə müstəqil şəkildə cümlə özünün ifadə vasitəsi olan qızcığaz qayıqdakı və düşündürü sözlərdir. Bu söz birləşməsidir. İkinci verilən nümunədə isə baxsan, düzəltmə olanı da var, sadə olanı da var. Birincidə hər ikisi, daha doğrusu hər üçü quruluşa düzəltmədir, digərləri isə həm sadə, həm düzəltməsi var. Ona görə də verilən fikir birinə aiddir, birinə aid deyil. Yəni fərqli cəhət kimi götürəcəksən. Sonra sözlərin birində leksik şəkilçi, leksik şəkilçilərin ikincisi sözün quruluşunu dəyişməmişdir. Baxırıq birinci verilən nümunədə döyüşçü sözü, ikinci verilən nümunədə nə var? Demək, səpmək, səpələmək, səpələnmək var. Hər ikisində ikinci leksik şəkilçi quruluşu dəyişmir. Quruluşu dəyişən birinci leksik şəkilçidir. Bu ortaq cəhətdir. Cavab 1-2-3. Zərfin sualına cavab versə də morfoloji baxımdan zərf olmayan söz hansı cümlədə işlənmişdir? A-da verilən nümunədə otağın hər tərəfi rəngbərəng bəzədilmişdir. A-nı nəzərə ala bilərik. Çünki rəngbərəng, rəngarəng, cürbəcür, növbənöv kimi sözlər sifətdir. Çünki rəng anlayışını daşıyır özündə. Zərf isə hər hansı bir rəng anlayışını daşımır. B-də suala cavab vermiş, sual əvəzliyidir. C-də verilən nümunədə yaxşı sözü onun yaxşı danışığı var, öhdəsindən gələ bilər. Zərfin sualına yox, belə sifət olduğuna görə sifətin sualına cavab vermiş olur burada. Sonra neçənci sualdır? O aşağıdakı kitabda burada elə şey yoxdur. E-də də yoxdur. Çünki bizə lazımdır ki, zərfin sualına cavab versin, nə tərzdə sualına cavab versin. Bunlar ilə özlərinin sifətin sualına cavab verirlər. Hansı fikir doğru hesab edilə bilər? Zərfin neçənci deyə sualı yoxdur. Neçə nə qədər var? Yaman sözü fərəhli sifətini izah etdiyinə görə zərfdir və zərflidir. İşlənməyib deyir, səhv deyir. Hər tərəf, hər əvəzlik tərəf isim olmaqla birinci növ təyin söz birləşməsidir. Buna zərf deyə bilmirsiniz. Qaranlıq və bürünü sözlərinin heç birdəki zərf deyil. Sənin beləcə danışmağın birləşməsində zərf yoxdur. Belə sözü əvəzlidir. Əyləncə və düşüncə sözlərindəki c isim düzəldib, amma türkçə sözündə də c nə deyə bilər? Zərf düzəldə bilər və hər ikisini də nəzərə ala bilərsən. Ona görə cavab olaraq
Hansı cümlədə mənsubə şərh sözün əvvəlində yərik halda olan isim işlənə bilməz? Bu vəziyyət bu şərtlərdə sizə lazımdır. Birinci, ikinci şəxsin təkində və cəmində olan isimlər. Çünki bunların əvvəlində yərik halda olan isim bərpa edə bilməzsiniz. Əvəzlik bərpa edə bilərsiniz. Mənim saçlarım. Görsən, əvəzlik qoşuram. Fikirləş, əvvəlinə isim qoşa bilməyəcəksən. Tək tərəfli bir sualdır. Digərlərinə gəlsən, məsəl üçün, A-da verilən nümunədə mənsubə şərh söz varmı, yoxdur. B-də verilən nümunədə anarın özü, isim qoşa bilirsən. Anarın kitabları, anarın qardaşı. Bunlara isim qoşmağın mümkündür, isim variantı var. Amma C-də ümumiyyətcə isim qoşa bilməzsən əsasların sözünə. 15. Deyir ki, cümlədə qarşına hərf yazılan sözləri əsasən Eyler-Venn diaqramında fərqləndirilən isə yaza biləcək fikir. Fərqləndirilən isə B ilə bağlıdır. Biz elə bir fikir tapmalıyıq ki, sadəcə bura yazılsın. Yəni bura, bunların heç birinə yazılmasın. İstər hamısının ortaq cəhəti, istər digərlərinə fərqləndirəcək tərəf. Öncə tələffüzün yazaq. Dəfələrlə sözün. Əvvəlinə hərf qoyulanın sağına baxmaq lazım. Ümumiyyətlə, qabağına işarə qoyulanın sağına baxmaq lazım, soluna baxmaq lazım deyil. Qarşısına hərflə yazılan söz deyirsə, sıxı nə bilim, işarə qoyulan söz deyirsə. Dəfələrlə şəklində, sonra dəstəkləmədiz şəklində. O birisi də kömək etməli. Özündən sonra sait gəlir. Bu formada K-yə əvəzlənməsi olur. İndi uyğunlaşdıraq. Həm kəmiyyət, həm də keyfiyyət fərqi müşahidə eləmək olar. Baxsan, birdə verilən fikir dəfələrlə sözündə ödəyir. Çünki burada sonunda bir dənə n artırırsan, həmçinindəki səs dəyişməsi var. Bir, dəfələrlə sözün ödədiyinə görə, demək ki, sən biri sadəcə B-yə yaza bilməzsən. A ilə B-nin kəsməyini yaza bilərsən. K hərfi tələffüz zamanı dəyişikliyə məruz qalmış olur. Bu yenə, baxsan, kömək etməli sözündə də var idi. 2-də verilən fikir B ilə C-nin kəsməyinə yazıla bilər. Ona görə bunu da yaza bilməzsən. Kar cəngətil samit cütlüyü işlənməyən sözdür. Kar cəngətil samit cütlüyü işlənməyib, dəfələrlə sözündə də yoxdur. Düzdürmü? Ona görə 3-ü də sadəcə B-yə yaza bilməzsən. Eyni səslər müxtəlif hərflə yazılmışdır. Biz bunu dəstəkləmədi sözünə görə bilərik. Eyni səslər müxtəlif hərflərlə yazılmışdır. D var, biri D ilə, biri T ilə yazılmış olur. Demək 4-ü götürə bilərik. Vurğusu 3-cü hecəyə düşür, dəstəkləmədiz 3-ə düşür, amma dəfələrlə burada da 3-ə düşmüş olur. Demək bu sadəcə B-də verilən sözə aid deyil. Səs düşümü olan bu sözdə səs dəyişimi var. Bəli, səs düşümü var, həmçinin səs dəyişimi var. Digər heç birində səs düşümü yoxdur. Ona görə cavabınız olur 4 və 6. 16. Balaca uşaqlar güləşdiriləcəkdir. Güləşmək, güləşdirmək, güləşdirilmək, əcəkdir. Şudi keçmiş zamanda deyil. Buradakı di hissəcikdir. Məlum növdə olan feildən düzəlib, bəli, güləşdirmək məlumdur, güləşdirilmək isə məhcul növdədir. Sözün kökü və yarandığı niksəsi eynidir. Hər ikisi feildir. Feil qayıdış növdə yox, məhsul növdə işlənmişdir. Uyğunlaşdırası olsaq, cavabımız olar 2, 3 və 4-də verilən fikirlər. 17. Üz-üzə, bu tərzi hərəkət zərfidir. Üzə-üzə isə eyni sözün təkrarına əmələ gələn mürəkkəb feili bağlamadır. Demək, birinci quruluşca mürəkkəb olan zərfdir, ikinci isə feili bağlamadır. Feili bağlama olduğuna görə orada nə olacaq? Feillik, yəni hərəkət üstün olacaq. Zərfliyin tamamlayan ifadə vasitəsi olur, feili bağlama tamamlayan ifadə vasitəsi olmur. O şəxs əvəzindən sonra gəlsə, əvəzindən sonra vergül işlənir, bəli. Çünki üz-üzə ifadəsi zərfdir. O, necə deyim, üz-üzə dayanmışdır. Burada vergül qoyacaqsan, amma üzə-üzə ifadəsini qoymayacaqsan. Tərkib əmələ gətirmək sağda verilən aiddir. Yalnız zərfin xüsusiyyətini daşıyanda solda verilən aiddir. Burada sənin cavabın 1, 2 və 4-də verilən fikir, yəni A olmalıdır. 18. Nümunənin təyin aid olan fikirləri. Nümunədə 3 zaman zərfi işlənmişdir. Baxaq, divar saatı dəqiqələri sayır. Keçir nə? Nə sualı verdiyinə görə gecə sözü burada isimdir. Burada yenə sözü və indi sözləri var ki, zərflərdir. 3 dənə yox, 2 dənədir. İsimlərin ikisi adlı qaldadır. Keçir nə? Gecə. Sonra nə edir? Sayır. Nə? Divar saatı. Buradakı saat sözü də adlı qaldadır, mənsubiyyət qəbul edir. Divar isə qeyri-müəyyən yeri qaldadır. 4 müxtəlif niksəs işlənmişdir. İsim var. Daha sonra sayır feil var. Zərfim var. İndicədəki C nədir? Ədatdır. Demək 4 müxtəlif niksəsi var deyə bilərsən. Fərqləndirilən söz cümlədə xəbər ola bilər. Xeyr, dəqiqələr sözü tamamlıq ola bilər maksimum. Çünki təsiri yaldadır. Xəbər roluna çıxış edəməz. 19. Fərqləndirilən sözlərə əsasən tələbləri nəzarət doğru fikirlə seçək. Cəsarətlə sözü, cəsarət ismindən əmələ gələn quruluşla düzəltmə tərzi hərəkət zərfidir. Dahiyanə, dahi sifətindən əmələ gələn quruluşla düzəltmə olan sifətdir. Kökü maddi varlıq forması olmayan sadə isimdir. Bəli. Çünki cəsarət sözüdür. Cəsarət də maddi varlıq forması yoxdur. Yəni, mücərrəd isimdir. Şəkilsiz zərf düzəldən şəkilçi ilə amonimdir. Xeyr, elə zərf düzəldən şəkilçinin özüdür. Düzəltmə sözdür. Kökü əşya adı bildirən sözdür.
Dahiyanənin kökü əşyada bildirmir. Çünki dahi sifətdir. Sifət əlamət və keyfiyyət bildirir. İşləmə yerindən asılı olmayaraq sabit qrammatik məna daşıyır. Bunu birinci adidə bilməzsən. Daha doğrusu birinci adidə bilərsən. Cəsarətlə sözü istənilən halda tərz hərəkət zərfi olaraq qalır. Amma dahiyanə sözü ismi izahə sifətdir, feili izahə zərfdir. Sifətdən düzəlmiş sifətdir. Təsiri yaldanan sözü izah etmir. Bəli. İzah sözü adlı qaldadır. Ən azından burada özündən sonra gələn qoşma ilə işləndiyini nəzərə alıb təsir yalda olmadığını müəyyənləşdirə bilərsən. Və sifətdən yaranan sifətdə olmağındakı az öncə dedik. Hansı sualına cavab verə bilər? Təyin ifadə vasitəsidir. Doğrudur. 1, 5, 6 olar C variantı 19-da. 20. Tərkibində həm zaman zərfi, həm də tərz hərəkət zərfi olan cümləni istəyir bizdən. A-da verilən nümunədə tərz hərəkət zərfi var, amma sən danışanda bu feili bağlamadın. B-də verilən nümunədə belə əvəzliyini, belə feili izah eləyəndə zərfi əvəz edir, amma zərf olmur. Sonra C-də verilən nümunədə açıldı nə? Səhər sualı verdiyinə görə səhər sözü burada isimdir, zərf deyil. D-da verilən nümunədə səbirsizliklə tərz hərəkət, sabahda zaman zərfidir. E-də verilən nümunədə isə tamamilə kəmiyyət zərfidir. Ona görə şərtimiz ödəməz. Ümumi bu qədər.